Salam, hər vaxtınız xeyir olsun, əziz izləyicilərimiz. Dəyərli Elmir Əmlaş kanalının izləyiciləri. Bugün mən Şuvalandayam. Hal-hazırda bu evin bütün sənədlərindən tanış oldum. Bütün sənədlərindən texpasport, fərdi yaşayış evi, kupça, çıxarış, paket kupçadır. Evin burada kupçada yazılıb 229.20 kvadrat evin yaşayış sahəsidir. Torpaq sahəsi isə 12 sot yazılır. Amma belə deyim də, bu ekskiz layihədə isə evin ümumi yaşayış sahəsi 335.72-dir. 108.64 də həyətdə olan tikililərin sahəsi yazılıb. Bütün sənədlidir, paket sənəddir. Hal-hazırda biz Şuvalanda Hacı Mövlan bağlarındayıq. Yeni açılmış, burada bilirsiniz, Ada məktəbi var. Ada məktəbindən 3 kilometr məsafəmiz var. Bizim hal-hazırda 3 kilometr düppədüz yoldur. Mərkəzi yola isə 500 metrdir. Hansı ki, Qala Şuvalan dairəsi var. Ziriyə gedir bir yol Tülkana gedir. Bir yol girir Şuvalanın içərisinə, Artiyon falan. O yoldan isə 500 metrlik məsafədəyik. Gözəl bir evin demək olar ki, ən gözəl, ən sevimli həyətin köşəsində, qarşısında oturmuşam. Bura bir şəlalədir. Altında hovuz kimi görürsünüz, dayaz bir dərinliyi azlıq, belə bir yer inşa olunub burada. Mən ev sahibindən danışdım, hətta biraz zarafat elədi. Ev sahibi çox gözəl insandır, onu da deyim sizlərə. Necə deyib, Allah rəhmət eləsin, o öldərimiz deyib ki, yəni iki dövlət, bir millət. Türk vətəndaşıdır, abimizdir, qardaşımızdır, gözəl insandılar ailəlicə. Ev onlarındır. Sənədlər də gördüyümüz kimi hamısı qaydasındadır. Mən istəyərdim ki, bu evi bizim müştərilərimizdən bir nəfər alsın. Niyə? Evin həyəti 12 sot, bütün demək olar ki, bugünkü günə lazımı olan meyvələr var həyətdə. Ev sahibindən görüşündə orada bir xartut göstərdi mənə. Xartut, bilirsiniz də, qan deməkdir. Dedi ki, inşallah qismət olar bizə bu xartutdan yeyirsiniz, görərsiniz bu necə bir şeydir. Mən də dedim ki, abi, bu xartutdan bizə yemək qismət olmasın. Niyə dedim qismət olmasın? Yəni ki, yeni sahibi alsın, sizinlə yox. Mən yeni sahibinlə burada xartutu yeyərəm. İnşallah. Gəl gedək. Bütöv olaraq məlumatları verdim. Yerləşmə yerini dedim sizlərə. İndi isə həyətlə sizi tanış edeyim. Həyətlə sizi tanış edeyim. Olmayan şeyləri də sizə deyəcəm. Həyətin çatışmayan cəhətləri var. Onları da deyəcəm və üstün cəhətləri nədir? Onları da sizə məlumat verəcəm. Ümumi olaraq, avtomatik olaraq darvazası pultla təchiz olunub. Yanında piyada keçid qapısı var. Natiq, səndən çox xahiş edirəm. Bir dənə gəz, bax, buradan belə gəz, bütün hər yeri göstər, gəl orada mən səni qarşılayacağım. Amma bu xartı göstərim sonra. Yaxşı, xartı göstərim abi. Bütöv olaraq, baxın bu yaşıllığı bir dənə, oradan get, oradan gəl ora. O tərəfdən, fırlan evin baş tərəfinə gəl, bu tərəfdən yanında. Evin qiymətini söyləyeyim hələ, burada söyləyeyim. 540 min start qiymətli, yaxşı endirim olunacaq. Sizlər üçün, yenə deyirəm, yaxşı endirim olunacaq. Bunu çəkməyimin səbəbi, görürsünüz bütöv. Pəncərələr, ev özü hasara bitişik, görürsünüz məsafəni. Bütün hər tərəfdən kamera xəttləri ilə, necə deyərlər, nöqtələri ilə hamısı təchiz olunub. İnterneti, qazı, suyu, işığı, hamısı daimidir. Hamısı daimidir. Evin ön hissəsidir, əzizlərim. Həyətdə hovuz yoxdur. Amma görürsünüz, geniş bir həyətdir. Geniş bir həyətdir. İstədiyiniz yerdə siz öz istəyinizə uyğun olaraq, yəni istəyə uyğun olaraq 15 minə də, 20 minə də burada hovuz tikdirmək olar. Yəni rahat girişi var, çıxışı var. Yəni rahat bir yerdir. Heç evə, heç bir maneə törətmədən hovuz tikə bilərsiniz. Sonra burada qaraj var. Abi bir dənə zəhmət olmasa qarajı pultla açardınız. Burada qaraj var. 4 maşın yerləşən qaraj var. 4 maşın yerləşən. Burada da bir fikir var. Onu da sizə bildirəcəm. Onu da sizə deyəcəm. Ora söhbətgahdır. Orada
söhbətgahı iş otağı kimi eləyiblər. İş otağı kimi siz özünüzə aid olan necə istəyirsiniz. Sadəcə bir şey deyim, həyətdə olan əşyalar, həyətdə istifadə olunan əşyalar, istifadə olunmayan əşyalar hamısı qarajın içərisində yığılıb. Onun üçün yəni üzürlü sayın. Sizə deyim ki, özünün piyada keçid qapısı da var. 4 maşın yerləşən geniş, böyük bir qarajdır maşın saxlamaq üçün. Kimin maşallah olsun maşını çoxdursa saxlaya bilər, bağlıdır. Oradan baş tərəfdən deyəcəm sizə söhbətgahı genişləndirmək də olar. Əgər sizə balaca olsa qarajın baş tərəfini kəsib, bu ara kəsməni götürüb söhbətgahı üzü o tərəfə böyüdə bilərsiniz. Bunun ümumi olaraq qarajla ikisi bir yerdə sənəddə də düşüb 108 kvadratdır ümumi olaraq. Baxın, gördüyümüz kimi buranı özü üçün söhbətgah eləyib, kondisioneri iş otağı kimi eləyib. Deyir, mən özüm üçün iş otağı eləyib. Bu divarı götürürsən, üzü o tərəfə qarajın o başına geniş, böyük bir sizə. Bəli, aranı açırsan, burada götürürsən, olur siz üçün geniş, böyük bir söhbətgah. Yay, qış mətbəxi edə bilərsiniz orada. O da var. Yenə deyirəm, qiymətində yaxşı endirim olunacaq. Yer çox qəşəngdir, çox sakit, gözəl bir havası var. Bu ağaclar yəni hələ-mələn bağda yoxdur. Həyətdə olan bu yaşıllıq, bu sakitçilik çox yerdə yoxdur. Bu evimizdə isə bunlar var. İndi isə keçək evin biz daxilinə. Baxın, burada belə bir qoşa qapısı var, açılır, ikisi də bağlanır. Birinci girişdə belə bir dəhlizimiz var bizim. Burada. Bu dəhlizdə istədiyiniz, necə deyərlər, dolabları yığıb, burada özü üçün qəşəng bir, yəni giriş hissəsi düzəldə bilərsiniz. Ondan başqa da bu qapı isə seyf qapıdır. Evin ümumi giriş hissəsidir. Evin daxilində 4 dənə yataq otağı var. Əzizlərim, mən sizə demişdim, çatışmayan cəhətlərini də deyəcəm. Həyətdə hovuz yoxdur. Evin içərisində yataq otaqlarında sanitar qovşağı yoxdur. O da ki, problem deyil. Natiq gecəndə gördünüz, arxada. İstənilən otaqda, yəni yenidən özü üçün sanitar qovşağı tikmək problem deyil. Yəni. O olar. Çünki yeri var. Geniş, böyük bir qonaq otağıdır. O da deyim, bütün əşyalar qalacaq. Bütün əşyalar, gördüyünüz nə varsa, hamısı evin içərisində qalacaq. Tam yaşayışlı bir evdir. Çox səliqəli, gözəl, qəşəng. Hardasa belə deyim də, mən baxmadım, 5 ilin evidir də. 5 il, 3 il alıb. 3 ilin evidir. 3 ildir ki, evdə yaşayış var. Səliqəli, gözəl bir ailə yaşayır. Abimizdir, dediyim kimi. Bütün yataq otaqları hamısı geniş, böyükdür. Bax, bu birinci yataq otağı. Bu ikinci yataq otağı. Bu dama çıxmaq üçün pilləkəndir. Açılır, düşdü pilləkən, buradan dama çıxmaq olur. Evin damına. Bura, o bilsədə açılır, pilləkən düşür, oradan qalxırsan evin damına. Sonra. Burada da bir dənə otaq var. Buranı belə oturma otağı deyirlər də bunlar. Oturma otağı, yəni iş otağı kimi də falan kimi də eləmək olar. Amma siz üçün bura yataq otağı da olacaq. Sonra bu yataq otaqları ilə üzbəüz ayrıca bir dənə ayaq yolu, əl üzüyan və kombi aparatı burada yerləşir. Bura isə evin içərisində yerləşən ümumi sanitar qovşağıdır. Geniş, böyük bir hamam duş kabineti, baxın, nə boydadır. Çox geniş və böyük bir duş kabinesi var, əl üzüyanı var. Əlbəttə ki, ev yaşanılır evdə çox qəşəng, geniş, böyük bir mətbəx otağı var. Burada bir yataq otağı, 4-cü yataq otağı, bütün əşyalar. Dediyim kimi, istənilən pəncərəni açıb, arxada yer var, yan hissədə yer var. Sanitar qovşağı tikmək olar. Evin arxa hissəsində 20 tonluq su anbarı var idi. Natiq gedəndə gördünüz. Qazı, suyu, işığı, interneti hamısı daimidir. Sonda isə sizə mətbəx otağını göstərim. Mətbəx otağında bugünkü gün üçün bütün əşyalar var. Ev sahibəsinə, bacımıza da təşəkkür edirik. Bizə bir türk kafesi də verdi. İçdik. Çox gözəl. Ağzımız şirin oldu. Çoxdan da türk kofesi içmirdik Natiqlə. Burada bir kofe də içdik. Sonra bu dolablar, hamısı soyuducu, hər şey var. Hər şey var. Burada da bir dənə balaca bir otaq var. Bax, ön hissəsi də
cam balkonla. Baxın, belə düzəldilib. Bir kiçik bir özüm üçün belədir, evin içərisində söhbətgah kimi düzəltdim. Biz burada oturduq, tanış olduq, danışdıq, ev haqqında bütün məlumatları aldım, ev haqqında sizə də məlumat verdim. Bir daha söyləyirəm, qiymətdə yaxşı endirim olunacaq, start qiymət 540.000 manatdır. Təşəkkür edirəm sizə.